Yəni övlada qayğı göstərmək, təsə yedizdirmək, çizdirmək, geydirmək deyil. Həqiqi qayğı göstərmək, həqiqi qayğı. Təlim, tərbiyə, təhsil və ibadəti öyrətməkdir. Ən böyük qayğı budur. Elə yedizdirsiniz, mən uşağa baxmışam, yaxşı baxmışam. Bildi, yedizdirmirsən, çizdirmirsən, geyindirmirsən, bildi, gəzdirmirsən, lakin tərbiyəsi yoxdur, yaxşı baxmamısan. Demə, yaxşı baxmışam. Dini imanın yoxdur, qardaş, yaxşı baxmamısan. Ey xanım, ey bacı, yaxşı baxmamısan uşağa. Lazım olan verməmsən, tərbiyəsini verməmsən. Pozdur tərbiyəsi, maraqlanmamısan. Din iman yoxdur, namaz qılmır, uşaq artıq böyük namaz qılmaq istəmir. Deməli, maraqlanmamsan. Nə olsun, öz aləmində yaxşı baxmışam. Axı, mən neynədim, gedizdirdim, çizdirdim, geyindirdim, bu niyə belə oldu? Deməli, yoxsan buraxmısan da. Bəli, ola bilərsən, səviyyələrdən tutarsan, lakin olmuyor. Bu başqa məsələ. Bir də var, sən heç eləməmsən. Nöqsan sən tərəfdən. Deməsin də, mən uşağa hər şey eləmişdim, bu niyə belə oldu? Hər şey eləməmişdim, vallahi eləməmişdim. Allahın dinini öyrətsəydim, bugün peşman olmayacaqdım. Çünki qayğı göstərməmsən, dünyası üçün çalışırsan, axirət üçün qayğı göstərməmsən. İndi peşmansın bir faydası yox. Otur da gecə səhər kimi dua ki, bəlkə Allah hidayət verdi. Dini tərbiyə verməmisən, ədəb, əxlaq öyrətməmisən. Demə, hər şey eləmişəm. Yedizdirmək, içizdirmək, geyindirmək, gəzdirmək, hər şey deyil. Bizdə belə başa düşürlər. Hər şey vermişəmdir, hər şey edirəm də övladımın üçün. Edirəm də deyir. Bu yoxsa eləmirsən. Axirət tərbiyəsi, təlim yoxdursa, qardaş heç eləməmsən övladıma, demə eləmişəm. Eləsəydin bu gündə olmaz. Heç şey demirəm, qardaş telefon vermisənsə, küçəyə buraxmaq lazım deyil. Orada nə zirzigli var, hamısını götürəcək. Sosial şəbəkələr. Sonra çölə buraxma, vallahi bu artıq pozulub. Ona görə ciddi yanaşmalıdır övlad tərbiyəsinə qardaşlar, çox ciddi. Yazıqdılar.